Yəhya, bu repimin 11B sinifini əsr edirəm. 11 ilə qədəm qoyduq, son zəng vurdu qəflətən. İndi son gün, son ayrılıq, ürək durub, donub bədən, əllər əsir, gözlər donur, bu sonluqda var kədər. Uçsun quşum, azadsan sən burada, indi qəm kədər. Baxıb ağlamaq istəyirəm, inan sizə uşaq kimi. 11 ildə gəldi, getdi, elə bil ki, dünən kimi. Müəllim mənim ikinci anam, siz öyrətdi zəlifanı. İndi mən də bu repimlə silə bilmirəm göz yaşımı. Qara kostyum, ağ köynək, bugün sizin son arzunuz yazılacaq ağ köynəyə, mən yazacam ağ vərəqə. Düşüncələr tam fərqli, əsgər gedib sağ gəlsin. İntizarda qalmasın anaların göz yaşı. Oğul gördüm təhsil atıb işləyib ailə saxlayırdı. Hamı elə bilirdi avaradır, hər kəs üçün narkomandır. Amma sakit çox zəhmətkeş, gözlərində kədər vardı. Həmin oğlan bilsiz kimdir? Bu treki yazan biridir. Qaldıraq biz əlləri, indi deyək əlvida. Unudaq biz qəm kədəri, dostlarımız hər gün var. Sevgilim bağlama, qalacam yanında. Silməyəcəm 11 illik, qalacam yadında. Qalacam yadında. Qalacam yadında. Hər kəsin var bir arzusu, instituta daxil olmaq. Qardaşımın tək arzusu vətənimizi qorumaqdır. Qarabağımızı qaytarmaq, bayrağımızı qaldırmaq. Sevincdəykən ağlamaq, ana vətənimizə sadiq qalmaq. Məhəmmədi orta məktəb uşaqların yadigarı. Hər şagird görəndə də o anları yadıma salır. İndi kaş ki dönə biləydim o uşaqlıq illərinə. Çoxlu öpərdim mən sinif rəhbərimizin əllərindən. Yadıma düşür ağlayırdım, iki yazma, nə olar məlli. O sadəcə qorxuzurdu, mən oxuyum dərslərimi. İndi amma anlayıram, var bunların bir səbəbi. Heç kimdə günah görmürəm, mən valideynimin tək tələbi. İndi hamı qaldırsın əllərini bir yerdə. Ürəkdən hamı bir yerdə desin əlvida məşdə. Üzülməyək, qarşılayaq birinci sinif şagirdini. Mən də bunu yazdım ki, xatirə kimi sizdə qalsın. Sizdə qalsın.